Mən Məmmədov Müslüm Əhmədoğlu, Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Saryaqub kəndinəyəm. Bu gün bura böyük sənətkarımız Aşıq Ələsgərin anım günü münasibətindən yığışmışıq. Allah onun ruhunu şad eləsin. Aşıq Ələsgər nəinki təkcə bir kəndin, bir mahalın, nəinki təkcə Qərbi Azərbaycanın, bütün Azərbaycanı fəxr edir. Şeirlərinin gözəlliyi, axıcılığı, onun nəsihətamiz şeirlərinin çox olması, bunlar haqqında çox danışılır. Bunların hamısı Azərbaycan xalqının sevimlisidir. Bu şeirlər hamının dilini əzbəridir. Mən Aşıq Ələsgər haqqında qısa bir şey demək istəyirdim. Bir dəfə adını unutduğum bir nəfər televiziyada çıxış edirdi, hüquqçusu. O bir dəfə dedi ki, mən Moskvada oxuyarkən bir general gəlmişdi, Rus generalı bizə dərs keçirdi. O bizə dedi ki, ədaləti, haqqı tapmaq istəyirsə, o bütün həqiqət qulaqla gözün arasındadır. Yəni, gözünlə gördün, yaxud qulaqla eşitdin, başı da işlədirsən və bunların üzərində həqiqəti aşkar edirsən. Və onda deyir, mən fikirləşirdim ki, bu nə böyük, çox böyük, hikmətli bir sözdür ki, bax, təsəvvür etmək ki, yalnız qulaqla göz arasındadır həqiqət. Sonra deyir, qurtardıq, biraz o Rusiyada işləmişdi, sonra gəlib Azərbaycanda Azərbaycanda işləyirdi. Deyir, mən burada işləyəndə şeirlərlə maraqlandım. Aşıq Ələsgərin şeirini oxuyanda gördüm ki, həmin şeir, onun bir şeirində həmin ifadələrin hamısı var. Bilirik ki, Aşıq Ələsgərin belə bir gözəl şeirindən bir parça var ki, haqq ilə nahaqqı axtaran hakim tapar qulaq ilə göz arasında. Mən gəlib deyir, bunu oxuyanda başa düşdüm ki, Ələsgər nə qədər böyük şəxsiyyətdir ki, o adamın dediyindən 100 il əvvəl həmin fikir ifadə edir. Aşıq Ələsgər çox böyük sənətkardır. Allah ruhunu şad etsin və biz də həmişə onu yad edək, onun şeirlərini tərənnüm edək. Allah bir daha ruhunu şad eləsin.